Əziz şagirdlər, bugünkü dərsimizdə biz artıq ümumi sınaqlara başlayırıq izahına. İndiyənə qədər bilirsiniz ki, 45 sınaq keçirdik. Bunlar hamısı mövzu sınaqları idi. Hal-hazırda ümumi sınaqları start vermişik və bu ilk sınağımızdır ümumi sınaq olaraq. Başlayaq birinci sualdan. Azərbaycanda Ərəb xilafətinin hakimiyyət dövründə baş verməmişdir. Bu Atropatena dövlətinin Romanın hücumuna məruz qalmasıdır. Bu çünki eradan əvvəl olub zaten. Bir də Şirvanşahlar dövlətinin yaranması, çünki Şirvanşahlar dövlətinin yaranması üçün xilafətin hakimiyyəti başa çatmalıdır. Ona görə də burada doğru cavab 1-2-dir. Davam edirik. İkinci sual Şirvanşahlar dövlətinə aiddir. Deməli, Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranan yeganə dövlət deyil. Sacilər və Rəvvadilər də var. Saciləri asıl hala salmayıb, özü onlardan asıl hala düşüb. Kür çayının cənubda yox, şimalda meydana gəlib. Qədim dövrdə yaranmayıb, orta əsrlərdə yaranıb, bəli, intibah dövründə, intibah mədəniyyət dövründə, yəni 12-ci əsrdə 1-ci Axistan tərəfindən idarə edilib, Nizami Gəncəvi ilə görüşən Şirvanşahdır. Ona görə doğru cavab C-dir. Üçüncü sual Albaniya ilə eyni dövrdə mövcud olmamışdı. Olmayan dövlətlər istəyir. Təbii ki, birincisi Mannadır. Manna eradan əvvəl 6-cı əsrdə süqut edib, Albaniya eradan əvvəl 4-3-cü əsrlərdə yaranıb. Arada görürsünüz fərq var. Albaniya dövləti 8-ci əsrdə süqut edib, Sacilər 9-cu əsrdə yaranıb. Bu ikisini çıxırsınız. Bəli, Roma ilə zaten sülh bağlayıb, Parfiya ilə qonşu olub, Ərəb xilafəti də onun süqutu uğradıb. Onsuz da ona görə də mövcud olub bunlar. 1-4, C cavabı doğru cavabdır. Davam edirik 4-cü sual. Eldənizlər dövləti Sacoğlu dövlətindən fərqli olaraq ərazisi İran körfəzinə qədər uzanırdı. Doğru cavab B-dir. Bəli, Eldənizlər bilirsiniz ki, İran körfəzinə qədər əhatə edirdi. Sacoğlular isə yalnız Azərbaycanı əhatə edirdi. Yəni ki, daha doğrusu cənubda Zəncan və Həmadana qədər idi. Ona görə burada fərq budur. Amma digərləri təbii ki, burada ya oxşarlıqlı ya da heç birinə aid deyil. Misal üçün, Kürdən şimalda yaranmaq heç birinə aid deyil. Orta əsrlərdə mövcud olan şimalda yeganə dövlət yenə heç birinə aid deyil. Şirvanşahlar asıl hala salmaq bu deməli hər ikisinə aiddir. Bir müddət Azərbaycanı birləşdirmək yenə hər ikisinə aiddir. Davam edirik. 5-ci sual Azərbaycanın Tunc dövrünə aid hadisələrdən hansı daha əvvəl olmuşdu? Tunc dövrünə aid hadisələrdən. Görürsünüz, Tunc dövrü istəyir. Daha əvvəl istəyir. Amma Tunc dövrü olsun. Deməli, daş dövrünə aid olanları götürmək olmaz. Bax, görürsünüz, burada odu təbii şəkildə əldə etmək daş dövrüdür, çıxmalısan. İlk əməliyyatları daş dövrüdür, çıxmalısan. Mağaralarda yaşamağa başlamaq daş dövrüdür, çıxmalısan. Çünki bunlar Tunc dövrü deyil. Qalırsan iki cavabın arasında. Bilirsiniz ki, ilk dövlət qurumları zaten Tunc dövründə yox, daha sonraki dövrlərdə, Tuncun sonu dəmir dövrlərində artıq yavaş-yavaş dövlət qurumları yaranır və ona görə də, yəni belə deyək, bərabərsizlik artmalıdır ki, dövlət qurumları yaransın. Amma bilirsiniz ki, Tunc dövrü başlayan kimi zaten xış ixtira edilib, ona görə də burada cavab C-dir. 6-cı sual 1918-ci ilin mayında ağlımıza Cumhuriyyətin yaranması gəlir. Bəli, Azərbaycan Xalq Cumhuriyyətinin Tiflisdə ilk hökuməti təşkil edildi. Doğru cavab budur. Digər cavablar təbii ki, yanlış cavablardır. Gəlirik 7-ci suala. 7-ci sual Eldənizlər dövləti Səfəvilər dövlətinə aid oxşar cəhətlər. Orta əsrlərdə yaranmaq deməli oxşarlıqdır. Böyük bir imperiyanın zəifləməsi nəticəsində yaranmaq Eldənizlərə aiddir. Azərbaycan şimal torpağında yaranmaq bu ancaq Eldənizlərə aiddir. Çünki Səfəvilər cənubda yaranıb. Bütün Azərbaycanı birləşdirmək hər ikisinə yenə aiddir. Bu da növbəti oxşarlıqdır. İntibah mədəniyyət dövründə Eldənizlər mövcud olub. Ona görə 1-4 oxşarlıqdır. C cavabı. 8-ci suala baxırıq. Eyni əsrə aiddir. Eyni əsrə aid olmalıdır. Böyük Səlcuq imperiyasının yaranması, deməli, Böyük Səlcuq imperiyası yaranıb 11-ci əsr. Arslan Şah Sultan titulu qəbul edib 12-ci əsr. Xürrəmlər hərəkatı yatırılıb 9-cu əsr. Ərəb-Xəzər müharibələri başlayıb 7-ci əsr. Sacilər dövləti yaranıb 9-cu əsr. Səlcuqlar Azərbaycanı fəth edib 11-ci əsr. Bərdə şəhəri Albaniyanın paytaxtına çevrilib 5-ci əsr. Vandallar Roma şəhərini işğal edib 455 5-ci əsr. Deməli, burada eyni əsrdə olan D cavabıdır.
Təbriz ilk dəfə paytaxt şəhəri olub Rəv vadilərin 10-cu əsr. Eldəniz Arrana hakim təyin edilib 12-ci əsr. Görürsünüz, bunlar hamısı təbii ki, yanlışdır, fərqli əsrlərdir. Gəlirik 9-cu suala. Uyğunluq pozulmuşdu. 16-cı əsrdə Azərbaycanda dövlət qurmuşdu Səfəvilər. Bu düzgün cümlədir, pozulmayıb. Ağqoyunlu ordusunun əsasını təşkil edən süvarilər toplanırdı tərəkəmeli atlardan. Bu da doğru ifadədir. 15-ci əsrin əvvəllərində Qara Yusifin mübarizə apardığı rəqiblərdən idi Teymurlər. Bu da doğru ifadədir. Ağqoyunlu bəyliyi və Osmanlı dövlətinə aid ümumi cəhət Mərkəzi Asiyada yaranan türk dövlətləri. Bax, görürsünüz. Kiçik Asiya olsaydı, hə. Ona görə də bu pozulub burada. Doğru cavab deyilir. 9-cu yüzillikdə Dərbənd şəhəri hakimiyyəti altındaydı Ərəb xilafətinin. Təbii ki, 9-cu əsrdə bütün Azərbaycan zaten xilafətin tərkibində olub. 10-cu suala baxırıq uşaqlar. Deməli, Azərbaycanın Kürdən şimaldakı torpaqlarında yaranmış xanlıq hesab olunur. Kürdən şimaldakı. Lənkəran Kürlə Araçaydan cənubdadır, amma şimal xanlığımız sayılır. Bunu çıxırıq. Naxçıvan Kürdən cənubdadır. Qarabağ Kürdən cənubdadır. Gəncə Kürdən cənubdadır. Və Kürdən şimalda Quba xanlığıdır. Kürdən şimalda olan deməli, xanlıqlarımız deyəlim, bu Kür çayıdır, bu Araç çayıdır. Gəncə buradadır uşaqlar. Qarabağ buradadır. Naxçıvan buradadır. İrəvan buradadır. Burada da Göyçə gölü var, bilirsiniz. Bu da gedir dənizə tökülür. Aşağısı zaten cənub xanlıqlarıdır. Cənub. Lənkəran buradadır, istisnadır zaten. Cənubda yerləşməsinə baxmayaraq şimal xanlığıdır. Qaldı Kürdən şimaldakı xanlıqlarımız. Burada zaten bilirsiniz ki, Bakıdır. Şamaxı var. Şəki var. Quba var. Dərbənd var. Bu xanlıqlarımız Kürdən şimalda yaranmış xanlıqlardır. 11-ci suala gəlirik. 944-cü ildə Rusların dağıntı məruz qoyduqları şəhər bilirik ki, Bərdə şəhəridir. Diqqətli olaq, müasir xəritədir. Bərdə şəhəri 3-dür. 4-dən götürdüyünüz ola bilməz. Bəziləriniz onu götürmüsünüz. Bu Gəncə şəhəridir. 5 zaten Tiflisdir. 2 Şamaxıdır. 1 də Bakıdır. 12-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı verilmiş ifadələrdən biri doğru deyil. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı verilmiş ifadələrdən biri doğru deyil. Amma Cümhuriyyətlə bağlı. Deməli, parlament sədri idi. Elə doğru cavab bu aid deyil. Bəli. Parlamentin sədri Məhəmməd Əmin Rəsulzadə yox, Topçubaşov olub. Ona görə də elə doğru deyil. Budur cavab. Digərləri doğru ifadələrdir. Yəni, bunları oxumağa ehtiyac yoxdur. Gəldik 13-cü suala. Azərbaycan Ağqoyunlu dövlətinin hökmdarı Həsən Padşahın xarici siyasətinə aid deyil. Xarici siyasətinə aid deyil. Yəni, xarici siyasəti götürə bilmərik. Elə şey götürməliyik ki, xarici siyasət olmasın. Baharları məğlub edilir, Təbriz tutmaq zaten bu zaman Həsən Padşaha da fikir verməliyik. O zaman Həsən Padşah deyil idi, bəy idi. Təbrizi tutandan sonra padşah olub, ona görə də çıxırıq. Yəni, xarici siyasətinə aid deyil. Yəni, daha doğrusu doğru cavablardan biri budur. Səfəvi ordusuna məğlub olaraq Təbrizi itirməsi bir də budur. Sultan II. Mehmedə qarşı müharibə aparıb. Bu, xarici siyasətdir, yəni. Osmanlı dövlətinin şərqə doğru yerləməsinə mane olmağa çalışıb. Venesiya dövlətlə münasibətləri olub. Bunlar aid olanlardır xarici siyasətə. 1-2 aid deyil, doğru cavab C. Gəlir 14-cü suala. Heydər Əliyevin Azərbaycan Respublikasının prezidentliyi dövrünə aiddir. Yəni 1993-2003-cü illər arası olmalıdır. Naxçıvansk adlı hərbi lisey Sovet dövrüdür. Müstəqilliyimizi elan edilmək 1991-də Heydər Əliyev aidiyyəti yoxdur. Qərbi Azərbaycandan deportasiya məsələsi, bu da 88-91, bunda Heydər Əliyev aidiyyəti yoxdur. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə start verilməsi, bəli, budur. Doğru cavab. İlk dəfə prezident seçkilərinin keçirilməsi də bilirik ki, Heydər Əliyevdən əvvəl, məsələn, Əbülfəz Əliyev prezident olub. Deməli, Heydər Əliyevdən əvvəl də, yəni Heydər Əliyevin prezidentliyindən də əvvəl Azərbaycanda demək ki, prezident seçkiləri keçirilib. 15-ci suala baxırıq. Azərbaycan 11-ci yüzillik tarixinə aid olanlar, Arran ərazisinə Eldənizin hakim təyin edilməsi 12-ci əsrdir. Səlcuqların yürüşünə məruz qalmaq, bəli, biri budur.
Ölkədə vahid pul ölçü və çəki sisteminin tətbiq edilməsi bir də budur. Sacıoğlu dövlətinin Azərbaycanı birləşdirilməsi 10-cu əsrdə. Bunu da çıxırıq 2-3 aiddir 11-ci əsrə. A cavabı doğru cavabdır. Gəlirik 16-cı suala. Qara Yusifin mədəniyyət sahəsindəki fəaliyyətləri əkinçilik və ticarət mədəniyyəti ola bilməz, iqtisadiyyatdır. Bunu çıxırıq. Teymurilərin yürüşlərinə məruz qalmaq, bu da siyasətdir, hərbi məsələdir. Şirvanşahlarla mübarizə aparmaq, bu da Quran-ı Kərimi türk dilinə tərcümə etdirib, alimlərin, şairlərin dövlətin himayəsinə götürülməsi, bu da doğru. Orduya xüsusi diqqət yetirmək, bu da hərbi məsələdir. 4-5 deməli mədəniyyət sahəsindəki fəaliyyətləridir və ona görə də burada yalnız hansı cavab götürməliyik? Yalnız 4-5. B cavabı doğru cavabdır. Gəlir 17-ci suala. Heydər Kavusoğlu ilə Yusif Sacıoğlu'na aid oxşarlıq deyil. Deməli, yerdə qalanları oxşarlıqdır. Burada oxşarlıq deyil. Nədir uşaqlar? Deyil cavab. Bəri başdan deyim. Hərbi fəaliyyətə 9-cu əsrin ikinci yarısında başlaya bilər Sacıoğlu. Çünki Heydər Kavusoğlu artıq 837-ci ildə Bəz qalasını tutub. 837-ci ildə Bəz qalasını ələ keçirib və orada xürrəmlərlə savaşıb. Bu nə deməkdir? Bu artıq 9-cu əsrin birinci yarısı deməkdir. Bu deməkdir ki, Heydər Kavusoğlu artıq 9-cu əsrin birinci yarısında fəaliyyətə başlamışdır. Ona görə də bu oxşarlıq deyil. Yusif Sacıoğlu isə o dövrdə artıq yox idi. Çünki Sacıoğlu dövləti özü elə 9-cu əsrin sonlarında yaranıb. Ona görə də birində var, birində yoxdur. Deməli, bu oxşarlıq deyil. Amma digər ifadələr oxşarlıqdır təbii ki, hər ikisinə aiddir. Deməli, 18-ci sual. Vətən müharibəsi dövründə baş vermiş hadisələrdən hansı daha sonra olmuşdur? Amma Vətən müharibəsi dövrü olmalıdır uşaqlar, diqqətli olmalıyıq. Əgər Vətən müharibəsi dövrü deyirsə, deməli biz 27 sentyabrdan 10 noyabra qədər nəzərdə tutmalıyıq. Və Azərbaycan ordusunun Qarabağ səmasında üstünlük alması bu müharibə başlayandan bir az sonra baş verir. Daha sonra Talış kəndi və Suqovuşan azad edilir. Baxın, bunlar müharibə dövrüdür. Qubaldı şəhəri düşməndən təmizlənir, bu da. Tovuz təxribatı zaten sentyabrdan əvvəl iyulda olub. Polad Həşimovun orada şəhid edilməsi. Ümumiyyətlə, bu Vətən müharibəsi dövrü deyil, ona görə çıxırıq. Ağdamın Azərbaycana qaytarılması da müharibədən sonradır. Düzdür, bəyanata əsasəndir. Üç tərəfli bəyanata əsasən qaytarılan rayonlarımızdan biridir. 3 rayonumuzdan biridir. Amma 10 noyabrdan sonra baş vermiş hadisə olduğuna görə biz bunu götürə bilmərik. Deməli, biz müharibə dövrünü nəzərə alsaq, burada daha sonra baş verən hadisə Qubadlı şəhərinin düşməndən təmizlənməsidir. Cavab C-dir. 19-cu suala baxırıq. 20-ci əsrin 90-cı illəri Azərbaycan Respublikasına aiddir. Deməli, 91-dən başlamalıyıq. Çünki 90-cı ildə Azərbaycan Respublikası yox idi, Azərbaycan SSR idi. 91-dən 99-a qədər baxmalıyıq. Mart soyqırımı adlanan hadisənin baş verməsi zaten 1918-ci ildir, olmaz. Qanlı yanvar 1990-cı ildə Azərbaycan SSR-yə aiddir, olmaz. Naxçıvansk adına hərbi məktəbin fəaliyyətə başlaması, deməli, bu da Sovet dövrünə aiddir. Natiq Qasımovun Alban kilsəsi ətrafındakı döyüşdə qəhrəmanlıq göstərməsi, bəli, bu deməli 1992-ci il hadisəsidir. Martda bilirsiniz ki, Natiq Qasımov döyüşüb Xocalı Əsgəran istiqamətində, ona görə də cavab budur. Mübariz İbrahimov milli qəhrəman adı verilməsi zaten 2010-cu ildir, bu 21-ci əsrdir, bunu da çıxırıq. Gəlir 20-ci suala. Nadir Şaha Əfşara aid olan yanlış fikri müəyyən etmək lazımdır. Hərbi donanma yaratmaq istəmişdimi? Bəli. Şərq ölkələrinə yürüş etmişdi? Bəli, məsələn Hindistana. Sonra Hacı Çələbini Şəkiyə hakim təyin etməyib, vəkil təyin edib. Bu cümlə yanlış cümlədir. Çünki hakim kim idi? Hakim Məlik Nəcəf idi. Məlik Nəcəf olduğuna görə diqqətli olmalıyıq. Budur, yanlış ifadədir. Verilişini qaydaya salıb, bəzi vəzifələrdə ləğv edib. Gəlirik 21-ci suala. Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə uyğun gələn hadisədir. Yəni 9-16-cı əsr arasında olmalıdır. Azərbaycanın cənub torpaqlarında ərəb əsarətinə qarşı ilk çıxışların baş verməsi zaten bu ərəb əsarət dövrüdür. Azərbaycan torpaqlarının xilafətin tərkibinə daxil edilməsi bu 7-ci əsrdir. Marağa rəsədxanasının inşa edilməsi 13-cü əsrdir. Elə doğru cavab da C. Azərbaycan ərazisində xristian mədəniyyətinə aid məbədlərin inşa edilməsi bu hər halda
nə olacaq? Bu 1-ci əsrdən sonra olacaq. Yəni Albaniya dövrü olacaq. Albaniya dövründə də Şirvanşahlar yox idi. Aydın məsələdir. Səfəvilər dövlətinin şimal sərhədlərinin Rus qoşunları hücumuna məruz qalması, bu da aydın məsələdir ki, 18-ci əsrdir. Pyotrun dövrü və yaxud Nadir xanın dövründə olan məsələlər. Onda da təbii ki, Şirvanşahlar yox idi. Cavab C. Gəldik açıq suallara. 22-ci sual Gəncə şəhərinin tarixinə aiddir. Qarabağ əyalətinin mərkəzi olub, bəli. Yeni tipli ilk ali məktəb, bəli, bu Bakıda açılıb, Bakı Dövlət Universiteti, deməli bu deyil. Azərbaycan SSR dövründə Sovet işğalına qarşı üsyan mərkəzi olub, bəli, Gəncə üsyanı 1920-ci ilin mayı, bu aiddir. Qədim dövrdə paytaxt şəhəri olub, xeyr. Qədim dövrdə paytaxt şəhəri ola bilər 3 şəhərimiz, İzirtu, Qazaka və Qəbələ. Şimal xanlıqlarımızdan birinin siyasi mərkəzi olub, bəli, Gəncə xanlığının mərkəzi olub. İlk respublikamızın yarandığı burada elan edilib, xeyr. Tiflisdə elan edilib. Burada da diqqətli olmalıyıq. Deməli, doğru cavab 2, 3 və 5-dir. Üzr istəyirəm. Tezdən pozum. 1, 3, 5-dir. 23-cü sual deməli, xronoloji ardıcıllıq sualıdır. Laçın və Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci ildir. Nizami Gəncəvinin yubileyi, 880 il yubileyi 2021-ci ildir. Qarabağ Universitetinin fəaliyyətə başlaması 2024-cü ildir. Ona görə də biz burada nə etməliyik? Götürməliyik ardıcılığı bu şəkildə elə 1, 2, 3 ardıcılığı ilə. 24-cü suala gəlirik. Heydər Əliyev 20-ci əsrin sonuncu 10 illiyindəki fəaliyyətlərinə aiddir. Uşaqlar, sonuncu 10 illik nədir? Zaten Heydər Əliyev Heydər Əliyev deyir. Burada prezident demirsə, deməli biz sonuncu 10 illik 1991-dən başlayır sonuncu 10 illik 2000-ə qədər. Deməli, bu dövr ərzində Heydər Əliyevin fəaliyyətini götürməliyik. Trans-Anadolu qaz kəmərinin açılışı bu İlham Əliyevə aiddir. 20 yanvar faciəsinin qarşısı alınmadı, cümlə yanlışdır. Xocalı faciəsinin tarixi qiymətinin verilməsi, bəli, 1997-ci il. Ermənistanla ateşkəs sazişinin imzalanması, bəli, 1994-cü il. Bu da aiddir. Dünya Azərbaycanlıların birinci qurultayı 2001-ci il olduğuna görə bu artıq 20-ci əsr yox, 21-ci əsrdir. Ona görə bunu da çıxırıq. Deməli, burada doğru cavab 3 və 4-dür. Və nəhayət uyğunluq sualımız, uyğunluğu müəyyən edin 25-ci sual. Deməli, deyir ki, yəni burada sualını kim istəyir bizdən? Deməli, Azərbaycan Respublikasının prezidentləri. Baxın, uşaqlar diqqətli olmalıyıq. Heydər Əliyev və İlham Əliyev hər ikisində də elə şey götürməliyik ki, onların prezidentlik dövrünə təsadüf eləsin. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi bu İlham Əliyevə aiddir. Üzeyir Hacıbəylinin yubileyi, 100 illik yubileyi bilirsiniz ki, hesablayanda 1985-ci il eləyir. Bu da yəni nə Heydər Əliyevə, nə də İlham Əliyevə aid deyil. Ermənistanda yaşayan Azərbaycanın kütləvi şəkildə qovulması bu 88-91 və yaxud 48-53-cü il olsa fərq eləmir, heç birinə aid deyil. Və Azərbaycan neftinin dünya bazarına daha sərfəli yolla çıxarılmasının təmin edilməsi layihəsinin hazırlanması söhbət əsri müqaviləsindən gedir. Bilirsiniz ki, o da Heydər Əliyevə aiddir. Beləliklə, burada olur 1 D, 2 A. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. İnşallah növbəti sınaqlarda, dərslərdə görüşənə qədər sağ olun, salamat qalın.